إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين. Əziz müsəlman qardaşlarım, hamınıza Allahdan qorxmağı, təqvalı olmağı nəsihət edirəm. Qarşıdan mübarək Ramazan ayı gəlir. Uca Allah da bu ay barədə öz müqəddəs kitabında buyurur ki, Şəhr-ü Ramazanəl-ləzi unzilə fihil-Qur'an hudə lin-nəsi və beyinatin minəl-hudə vəl-furqan fəmən şəhidə minkumu-şəhrə fəlyəsumhu. Oruc günləri Ramazan ayıdır ki, həmin ayda insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırt edənin açıq aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, həmin ay oruç tutmalıdır. Bu ay hər bir müsəlman oruç tutmalıdır. Və bu ayın özünə məxsus xüsusiyyətləri, fəzilətləri vardır. Bu fəzilətlərdən biri və ən böyüyü odur ki, bu ayda Allah subhanahu wa ta'ala Quran-ı Kərimi dünya səmasına, sonra da hissə-hissə yer üzünə nazil etmişdir. Və bu ayda elə bir gecə vardır ki, Uca Allah onu xüsusiləşdirmiş, digər bütün gecələrdən fəzilətli etmişdir. Allah subhanahu teala buyurur ki, İnna enzəlnəhu fi leylətil qadr və mə ədrafə mə leylətil qadr leylətul qadri xayrun min əlfi şəhr. Biz həqiqətən də Quranı Qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi 1000 aydan xeyirlidir. 1000 ayda etdiyin, əldə etdiyin savabı Qədr gecəsində əldə edə bilərsən. Odur ki, Qədr gecəsini Ramazan gününün, axır 10 gününün tək günlərində axtarın, tapın. O gecədə çoxlu ibadət edin. Həmçinin Ramazan ayının fəzilətindəndir ki, məhz bu ayda Allah Teala cənnət qapılarını, rəhmət qapılarını, göy qapılarını açır. Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olan möhtəbər hədisdə deyilir ki, Ramazan gəldikdə cənnətin qapıları, göy qapıları, rəhmət qapıları açılır, cəhənnəmin qapıları isə bağlanır. Həmçinin şeytanların da əl qollarına buxov zəncir vurulur. Və Ramazan ayında olan elə ibadətlər vardır ki, böyük ibadətləri əvəz edir. Bunlardan birini məsəl çəkmək olar. Ramazan ayında olan ümrə ziyarəti həcc ziyarətinə bərabərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ramazan ayındakı ümrə ziyarəti həcc ziyarətinə bərabərdir. Həmçinin Ramazan ayında olan günahların qəbahəti də böyükdür. Baxın, Ramazan ayında yaxınlıq edən, zövcəsi ilə yaxınlıq edən müsəlman həm tövbə etməli, həm o günün qəzasını tutmalı, həm də kəffarə olaraq 3 şeydən birini ödəməlidir. Ya 60 gün dalbadal oruç tutmalı, ya 60 kasıbı yedirtməli, ya da qul azad etməlidir. Lakin başqa aylarda vacib orucu, hətta Ramazandan qalmış orucu postsa, yaxınlıq etməklə bu orucu postsa, yalnız tövbə edib o günün qəzasını tutmaq kifayətdir. Kəffarə vermək lazım deyil. Bu da Ramazan ayının mübarək ay olduğu göstərir. Məgər siz bu ayı başqa aylardan fərqli olaraq səbirsizliklə gözləmirsinizmi? Əlbəttə ki, gözləyirsiniz. Həmçinin sələf-i salih, yəni əvvəlki, keçmiş nəsillər də, o müsəlmanlar da
bu ayı səbirsizliklə gözləyərdilər. Muallə İbnül Fadil rahiməhullah deyir ki, sələflər Ramazandan çox-çox əvvəl dua edərdilər ki, Allah onları bu aya yetişdirsin və Ramazandan sonra uzun müddət dua edərdilər ki, bu ayda etdiklərini Allah onlardan qəbul etsin. Həmçinin biz də dua edək ki, Allah Teala bizi bu aya yetişdirsin və bu ayda etdiyimiz bütün dualarımızı, oruclarımızı qəbul etsin. Bu ayda olan gözəl əməllərdən də, başqa ayda olmayan əməllərdən də orucdur. Müsəlman başqa aylarda da oruc tutur. Lakin tam şəkildə, bütövlüklə ayı Ramazan ayını tutur. Yalnız Ramazan ayını. Allah Quran-ı Kərimdə buyurur ki, Yə əyyühəl-ləzinə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Oruç tutmaq nəinki müsəlmanlara, bizlərdən əvvəlki ümmətlərə də vacib buyurulmuşdur. Və oruç tutanların özlərinə məxsus mükafatları vardır. Oruç tutmağın böyük fəziləti vardır. Bunlardan Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisdə göstərdiyi kimi deyir, hər kəs Ramazan ayını imanla əvəzini Allahdan umaraq oruç tutsa, bütün keçmiş günahları bağışlanar. Başqa hədisdə də gəlir ki, böyük günahlardan çəkinərsə, bu onu göstərir ki, böyük günahlar üçün yalnız tövbə etmək lazımdır. Oruc isə yalnız kiçik günahları bağışlayır. Çünki başqa hədisdə gəlir, Ramazandan Ramazana qədər olan kiçik günahları Allah Teala müsəlmana bağışlayır. Həmçinin, bilirsiniz, cənnətdə 8 qapı vardır. Cənnətin 8 qapısı vardır. Bu qapılardan birinin adı Rəyyandır. Rəyyan qapısı oruç tutanlar üçün məxsusi hazırlanmış bir qapıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, cənnətdə Rəyyan adlı bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruç tutanlar daxil olacaq. Onlar içəri daxil olan kimi qapılar bağlanacaq və artıq heç kəs bu qapıdan daxil ola bilməyəcək. Yalnız oruç tutanlar bu qapıdan daxil olacaq. Bu da oruç tutmağın fəzilətidir. Həm də oruç tutanların daxil olduğu qapının Rəyyan adlı olması. Peyğəmbər sallallahu aleyhi və səlləm digər qapıların adlarını bizə xəbər verməmişdir. Yalnız və yalnız oruç tutanların daxil olduğu qapı barədə bizə xəbər vermişdir. Sonra oruç tutduqca cəhənnəm odundan uzaqlaşırsınız. Və Rasulullah sallallahu aleyhi və səlləm bizə xəbər bildirib ki, kim Allah yolunda bir gün oruç tutarsa, cəhənnəm odu ondan 100 illik məsafədə uzaq olar. Siz Allahın səxavətinə baxın. Bir günün əvəzinə 100 illik məsafə. Görün, indi biz neçə günlər oruç tuturuq və cəhənnəm odu bizlərdən nə qədər uzaq olur. Bir gün Allah yolunda oruç tutsanız, 100 illik məsafə qədər cəhənnəm odu sizdən uzaqlaşar. Və Allah subhanahu teala orucu öz bəndəsi ilə özü arasında xüsusi yer vermişdir. Nə qədər ibadət var? Namaz, həc, zəkat və s. ibadətlər. Lakin oruc Allah yanında xüsusi bir yer tutur. Allah subhanahu teala özü qudsi hədisdə deyir ki, Ədəm övladının orucdan başqa bütün əməlləri özünə aiddir. Namazıdır, zəkatıdır, həccidir və s. Bütün əməlləri özünə aiddir. Oruc isə mənə aiddir. Və onun mükafatını özüm verəcəyəm. Çox maraqlıdır. Bütün əməllərin mükafatını onsuz da Allah verəcək. Bütün əməllərin mükafatını vermək yalnız Allaha aiddir. Bəs nə üçün Allah subhanahu teala məhz orucu xüsusiləşdirdi? İbn-i Həcər rahiməhullah bu hədis şərhində deyir ki, ona görə ki, oruç tutduqda riya etmək ehtimalı olmur. Çünki bu ibadət daxildən olan ibadətdir. Daxilini də sənin heç kəs görmür. Və riya etmək ehtimalı olmur.
riyakarlıqdan tamamilə uzaq olursan. Namaz qılanda da səni görürlər, həcc edəndə də, zəkat verir və s. Amma oruç tutduqda heç kəsin bundan xəbəri olmur. Lakin hərdən bəziləri hətta oruç tutduqda belə onu insanlara bildirmək istəyir, ədəbazlıq edir, özünü göstərir və bununla da öz ibadətini batil edir. Bir nəfər namaz qılır və eşidir ki, kənardan ona tamaşa edənlər onu tərifləyərək deyirlər, maşallah, nə gözəl namaz qılır. Bu adam namazı bitirdikdən sonra onlara tərəf dönüb deyir ki, siz bilmirsiniz, mən hələ oruc da tutmuşam. Beləliklə namazını da, orucunu da batil edir. Bu cür riyakarcasına ibadət etməyin. Ancaq və ancaq Allah xatirinə ibadət edin. Və oruc tutmağın başqa savabları, başqa mükafatları da vardır. Oruç tutan siddiqlərlə, şəhidlərlə eyni dərəcədə olur. Oruç tutan onlarla bərabər cənnətə daxil olur. Peyğəmbər s.ə.v bir hədisdə deyilir ki, bir nəfər ondan soruşur və deyir, ya Rasulullah, Allah mənə nəyi vacib buyurur? Və Peyğəmbər s.ə.v deyir ki, Allaha ibadət et, ona heç kəs şərik qoşma, 5 vaxt namazını qıl, vacib buyurulan zəkatı ver və Ramazan orucunu tut, Allah səni cənnətə daxil edir. Və həmin şəxs deyir ki, ya Rasulullah, canım əlində olana and olsun ki, mən bunlara heç nəyi əlavə etməyəcəyəm və bunlardan heç nəyi əskitməyəcəyəm. O kişi çıxıb getdikdən sonra Peyğəmbər s.ə.v sahabələrinə deyir ki, cənnət əhlindən olan bir nəfəri görmək istəyirsinizsə, bu kişiyə baxın. Rasulullah s.ə.v bilirdi ki, o ömrü boyu verdiyi vədə sadiq olacaq. Allahın vacib buyurduqlarını yerinə yetirəcək və beləliklə də cənnətə daxil olacaq. Digər rəvayətdə də bir kişi Peyğəmbər s.ə.v-in yanına gəlib deyir, ya Rasulallah, bir de görüm, əgər mən Allahdan başqa heç bir məbud olmadığına və sənin onun elçisi olduğuna şəhadət gətirsəm, 5 vaxt namaz qılsam, zəkat versəm və Ramazan ayını oruç tutsam, ibadətlə bu ayı keçirsəm, mənim halım necə olacaq? Rasulullah s.ə.v deyir ki, sən siddiqlərlə, yəni sidq ürəkdən Allaha inananlarla və şəhidlərlə eyni dərəcədə olacaqsan. Eyni dərəcədə. Hətta tutduğunuz bu oruclar qiyamət günü sizi müdafiə edəcək. Əlbəttə ki, siz günah işlər törədirsiniz. O günahlara görə oruc sizi müdafiə edəcəkdir. Allahdan sizin üçün bağışlanma diləyəcəkdir. Peyğəmbər s.ə.v deyir ki, qiyamət günü oruc və Qur'an mömin bəndədən ötürü şəfaətçi olacaq. Oruc deyəcək ki, ey Rəbbim, mən onu yemək içməkdən, şəhvətdən qoydum. Buna görə onun təfsirindən keç. Qur'an da deyəcək ki, mən onu gecə yuxusundan elədim. Buna görə onun təfsirindən keç və beləliklə də Allah s.ə.v o təfsirkarın təfsirindən keçəcək. Onu bağışlayacaqdır. Bu iki şey, Qur'an və oruc, qiyamət günü dil açıb insan üçün şəfaətçi olacaq. Oruc tutmağın bir neçə faydaları var. Bunu mömin bəndə hiss edir. Yalnız möminlər bunu hiss edər. Bunlardan birincisi nəfsi tərbiyə edir. Onu saxlayır. Görürsən ki, oruç tutanlar səbirlidirlər. Özlərini idarə edə bilirlər. Həmsinin həmin ayda qəlbə fürsət verir ki, Allahı xatırlasın. Allahı yad etsin. Həmsinin varlıları kasıbların halı barədə düşünməyə vadar edir. Varlılar kasıbların halı barədə düşünməyə başlayır. Fikirləşirlər ki, ay aman, görəsən, biz ac qaldığımız kimi onlar da ac qalırlarmı? Axı onlar həmişə il boyu belə ac qalırlar.
Nəyə görə onlara kömək etməyək? Öz-özlərinə düşünməyə başlayır, ac qalmağın nə olduğunu başa düşür və nəhayət kasıblara, kasıb qardaş və bacılarına kömək edirlər. Həmçinin insana öz qəzəbini boğmağı kömək edir, keçmiş günahları bağışlayır və ən əsası, bugünkü günün problemlərindən olan ən əsası insanı zinadan çəkindirir. İnsanda zina həvəsini öldürür. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, ey cavanlar, sizlərdən kimin evlənməyə gücü çatırsa, o evlənsin. Həqiqətən də evlənmək gözü daha yaxşı qoruyar, aid yerlərini daha gözəl mühafizə edər. Fikir verirsinizmi? Zinakarlar nə qədər qadın dəyişirsə, bəlkə də gündə bir qadın dəyişirsə, yenə onların gözü orada-burada kimisə axtarır. Onların gözü doymur ki, doymur. Ona görə ki, insanın şəhvətini, yəni gözünü yalnız halal həyat yoldaşı doydura bilər. Peyğəmbər s.ə.v ona görə deyir, evlənin, evlənmək sizi zinadan qoruyacaq. Bəs evlənməyə imkanı çatmayan nə etsin? Hədisin ardınca deyir ki, kimin buna gücü çatmırsa, qoy oruç tutsun. Doğrudan da oruç ehtirası söndürür. Oruç tutanlar isə iki qismdir. Bunlardan birincisi Allah üçün yemək içməkdən, şəhvətindən olan insanlardır. Allah üçün oruç saxlayırlar və Allaha görə oruç saxladığı müddətdə orucunu bilmədən pozsa, Allah onu bağışlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, oruç tutan kimsə unudub yemək yesə, yaxud su içsə, qoy orucunu davam etsin. Çünki onu yedirdən də, içirdən də Allahdır. Orucu pozmur. Lakin riyakarlıqla, kiməsə özünü göstərmək məqsədi ilə oruç tutanların ac qalması, susuz qalması, şəhvətsiz qalması onlara fayda verməyəcək. Allah bunu onlardan qəbul etmir. Bu da ikinci qism insanlardır. Peyğəmbər sallallahu aleyhi və səlləm onlar barədə deyir ki, oruç tutan adam yaramaz sözlər danışmaqdan, onlara əməl etməkdən əl çəkmirsə, onun yemək içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur. Baxın, yaramaz sözlər heç orucu batil etmir. Yaramaz sözlərdən əl çəkmirsə, Allahın ona ehtiyacı yoxdursa, bəs onda yemək içməyini, şəhvətini Allah üçün deyil, başqa bir şeyin xatirinə tərk edirsə, onda necə? Əlbəttə ki, Allah onun ibadətini puç edər. Və oruç tutduqda qadağan olunmuş şeylərdən çəkinməlisiniz ki, orucunuz tam şəkildə olsun. Savabı tam şəkildə alasınız və qiyamət günü əzaba düçar olmayasınız. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bir hədis danışıb. Bunu bəlkə də ilk dəfə eşidəcəksiniz. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, mən yatmışdım. Bu vaxt iki kişi gəldi və əlimdən tutub məni dağa apardılar. Onlar dağa qalxıb, məni də öz yanlarına çağırdılar. Mən onlara dedim ki, mən dağa qalxa bilmirəm. Onlar mənə, biz sənə kömək edərik deyə əllərini uzadıb, məni öz yanlarına qaldırdılar. Dağın başına çatdıqda dəhşətli səslər eşitdim. Mən soruşdum ki, bu nədir? Bu nə səsdir? Onlar dedilər ki, bu cəhənnəm əhlinin ah naləsidir. Sonra məni bir yerə gətirdilər. Orada bir dəstə adam var idi. Bu adamları diz bətərlərindən, damarlarından asmışdılar. Ağızları cırılmış və ağızlarından qan axırdı. Mən soruşdum, bunlar kimlərdir? Bunların halı niyə belədir? Onlar dedilər ki, bunlar orucun vaxtı bitməmiş orucunu açanlardır. Baxın, orucun vaxtı bitməmiş orucunu açanların aqibəti necə olur? Odur ki, orucu açanlar, qəsdən bilə-bilə orucunu pozanlar
tövbə etməli və o orucun qəzasını tutmalıdır var. Və dünyadaykən hələ gec deyil, yaxşı əməllər etməyə çalışın. Ahirətiniz üçün azuqə toplayın. Qiyamət günü gəldikdə artıq gec olacaq. İsa aleyhissalam deyir ki, doğrudan da gecə və gündüz xəzinədir. Baxın, görün bu xəzinələrə nə yığırsınız? Günlər də insanların xəzinələridir. İnsanlar bu xəzinələri xeyir və şər əməllərlə doldururlar. Qiyamət günü həmin xəzinələr sahiblərinə göstərilmək üçün açılacaqdır. Allahdan qorxanlar öz xəzinələrində izzət və hörmət tapacaq. Günahkarlar isə öz xəzinələrində həsrət və peşmançılıq görəcəklər. Və Allahdan istəyim budur ki, Allah subhanahu teala bizim günahlarımızı bağışlasın. Və Rasulullah s.ə.v Ramazan ayında xüsusən və bütün daim həmişə çoxlu etdiyi duanı mən də hamımızın adından dua edib Allaha yalvarıram, deyirəm Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu annə. Allahım, həqiqətən sən bağışlayansan və bağışlamağı da sevirsən, elə isə bizi bağışla. Allahım, bizi sağ-salamat, əminəmanlıq içində Ramazan ayına yetişdir. Bizə kömək ol ki, bu ayda ixlasla oruç tutub, yalnız sənə ibadət edək və yalnız səndən kömək diləyək. Əqulu qavli həzə və əstəğfirullaha li və ləkum və lisəli musliminə min kulli zəmb fəstəğfiruhu və tubu iləyh innəhu huvəl-ğafurur rahim.